edənlərə necə izah edim ki, etməsinlər. Anam qohumlarıdır, qeybət edirlərmi? Tez-tez denə, ya Rəbbim, məni bağışla bunu dinlədiyim üçün özünü. Ya Rəbbim, məsləhətinə şükür, ya Rəbbim, məni bağışla, ya Rəbbim, məsləhətinə şükür. Papuqaya dön. Bunları tez-tez denən, qoy adamların da qəlbinə düşsün, belə, başını salamat saxlamaq üçün. Məndə olur, tək-tək mən hər saat insanlarla görüşüm yoxdur, amma redqüslü ki olar ki, bir də görürsən nədənsə danışırılır, telefonda mı, ya nəmi, deyirəm, məsləhətinə şükür, məsləhətinə şükür, məsləhətinə şükür ki, canın başı salamat saxlayayım ki, əks halda o qeybəti dinləmək özü də qulağını kar elə, gözünü kör elə, dilini lal elə, özü də elə şərikliyə yazılır. Həmin anda tez-tez, ya Rəbbim, məsləhətinə şükür, məni bağışla.